görə narkotikanı pulsuz verirlər türmədə, başa düşsən? Ona görə də buradan Gəncəlilərə salam, bütün Azərbaycan millətimə salam. Yeriniz məlum, çox gözlədim. Gətdi çıxartdılar Gəncədən, görsən, İncil, Gəncənin İncil mürəbbəsi. Allah oradan bunu hazırlayana da, oradan gətirənə də, təşkil eləyənə də can sağlığı, uzun ömür versin. Çoxdandan istəyirdim ki, Gəncənin İncil mürəbbəsini. Kələm turşusu gətdilər, zoğal mürəbbəsi, hayvan mürəbbəsi, hər şey karoç. Belə ki, qardaşım, nə deyəm, mən nə deyə bilərəm? Allahın adı haqqı, hökumətdə elə bir hörümçək toru qurublar ki, başa düşsən məni, elə bir hökumətin içində hökumət qurublar ki, baxıram belə, millət də ki, ağzına su alıb oturub, o ki, o video görsətdini, Ağdamlı deyir ki, Balaca Heydər olacaq o nədir, prezident. Eşitsən məni? Belə getməklə gələcəkdə nə olmasın ki, Heydər Əliyev də olacaq, Balaca Heydər deyirlərə, indi o da deyir, balaca deyil, yekəlifdir, Mehriban xanım. Ondan sonra Heydərin oğlu İlham olacaq. O kirədən bir zaman yadınızdadır mı? Bir sırok Putin olurdu, bir sırokda Medvedev olurdu. Belə dəyişirdilər də yerlərini, hökuməti işimə verməsinlər deyin. Millət hərəkət eləmir. Millət ayağa qalmır. Şeyi də soruşurlar, İlham da soruşanda deyirlər ki, hər şey Bağdadov все spokojno. Mən niyə buradan İlhamı suçlamıram mən? Belə baxanda da o qardaş, kim olsun, oğlu olsun İlham. Bir tərəfdən suçluyuram, bir tərəfdən yox. Nəyə görə? Mən ona açıqlama verim. Niyə suçlu eləmirəm? Ona görə ki, bir nəfər cürəti çəkib İlhamın qabağına çıxanda demir ki, ay prezident, acından qırılırıq. Mən bütün videoları izləyirəm. Bütün hamısını. Bir dənə qeyrətli, namuslu, qeyrətli bir adam çıxıb demir ki, ay prezident acından ölür. Hamısı yaltışqalıqdan öz işinə görə. Tərifnamə deyir, tərifləyir. Başa düşsənmi? Nədir, vəzifəsində qalsın. Amma bir nəfərin oğlu əskəriyə getmir. Müharibədə bir dənə məmurun balası getmədi. Başa düşsənmi? Ona görə də mən baxıram belə getsə İlham Əliyev ömrünün axırına qədər, sonra da oğlu olacaq. Başa düşsən, mən başa düşün. Ayağa durmaq lazımdır. Bir gün, bir dəfə ayağa durun, ya İlham Əliyev gələndə bir yana, mən demirəm kimisə də öldürün, ya ki, qalxın ayağa, çıxın bu polisi, keçin İlhamın yanına, əl zad vurmaq lazımdır. Demək ki, kişi, budur, uşaq pulu vermək lazımdır mı? Avropadakı kimi, deməli, burada, Fransada, bu kimdir? Başa düşsənmi? Avropada uzun müddətli müalicə pulsuzdur. Xərçək xəstəliyi, şəkərdir, razın xəstəliklər də pulsuzdur. Amma Azərbaycanda qanı qiymətinə